Hər kəsə salamlar. Uzun aradan sonra AutoCAD proqramında sizlərlə bildiklərimi paylaşacağam. Bildiyimiz kimi, layihə tamamlandıqdan sonra biz grid çəkirik. Bu da çox zamanımızı aldığı üçün bunu rahat etmək vasitəsilə xüsusi listlər hazırlanıb. Bugün sizlərlə grid listi öyrənəcəyik. Demək, bizdə burada hazır layihə var. Həmin layihəni çərçivələyirik. İstədiyimiz ölçüdə, yəni bu layihə nə boydadırsa, o boyda çərçivəyə alırıq. Daha sonra upload eləyirik. Grid listimizi gətiririk. Hara yüklənmişiksə, oradan götürəcəyik. Mən listi sizlərlə paylaşacağam. Ardınca GG, listin adı, Enter. Aşağıda qeyd olunur, Select Lower Left Corner. Ən alt künc, ardınca ən üst künc, aralıq. Biz aralığı 100 veririk. Mətnin ölçüsünü bizdən istəyir ki, koordinatlar hansı ölçüdə olsun. O da sizin istəyinizə uyğun olaraq dəyişə bilər. Mən burada 8 verəcəm. Enter. Və indi özü hazırlanır. Gördüyümüz kimi burada koordinatlar əks olundu. Hazır bir formada. Bizə rahat. Bunu biz əlimizlə tək-tək çəkməli idik. Bu da çox böyük bir zaman tələb eləyir. Ona görə də belə bir listlə işimizi rahatlaşdıra bilərik. Sonadək izlədiyiniz üçün təşəkkürlərimi bildirirəm. Bəyənib abunə olmağı, paylaşmağı unutmayın. Təşəkkürlər.